Sənə məktub yazacağım. İstəsən də, istəməsən də, oxusan da, oxumasan da, nəhayət ki, yazacağım sənə. Yazacağım. Aydan, gündən, havadan, sudan, qohumdan, qonşudan, əslində hər şeydən, bəxtimə düşən acı paydan yazacağım sənə. Deyirlər ki, köhnə dostlarımızdan birinin ad gününü qeyd etmişsiniz. Yeməmisən, içməmisən, deməmisən, gülməmisən. Baxışların zillənibmiş hey qapıya. Deyirlər ki, saçlarına dən düşübdür. Niyə görən həmişə gülən gözlərinə qəm düşübdür. Deyirlər ki, üzüyünü taxmamısan. Telefonuna ondan gələn zənglərə də baxmamısan. Əslində çox şey deyirlər. Sevənləri ayırmazlar deyirdilər. Düz çıxmadı. Gör nə qədər qoşa gəzdik, adımıza nəcəb söz çıxmadı. Sizin sinif otağının pəncərəsi, pərdəsi də yadımdadır. Səni mənə qovuşduran zəng səsi də yadımdadır. Yarı yalan, yarı gerçək, ağlımız uşaq ağlıydı. Uşaqlar tək, duyğular da dəcəl idi. Nə gizlədim, birgə keçən günlərimiz gözəl idi. Sənlə keçən günlərimiz maraqlı idi. Sənə məktub yazacağım. Bir Allah, bir sən bilirsən, nələr, nələr yaşamışıq. Bəlkə də biz bir ömürlük xatirələr yaşamışıq. Nəhayət ki, bu məktubu yazacağım sənə. Oxusan da, lap küləyə sovursan da, bu məktubu yazacağım sənə. Yazacağım sənə. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Sabahlarınız xeyrə açılsın, gününüz, aqibətiniz xeyrə calansın. Biz başladıq, birazdan sonra təbii ki, evimizin yenə də qonaqları sizli bizli bərabər olacaq. Qonaqlarımızla inanıram ki, gözəl bir vaxt vədə keçirdəcəyik. Xalq artistlərimizdən bugün biri efirimizə gəlir. Xalq artistlərimizdən biri indidən deyim. Həm də ailəvi şəkildə gəlirlər. İnşallah birazdan sonra burada maraqlı söhbətlər olacaq. Biraz üzücü məqamlar da olacaq. Mən indidən düşünürəm, çünki mən onu belə görməmişəm heç vaxt. Həmişə əhval-ruhiyyəli, belə keyfinin kök vaxtlarında görmüşəm, danışan, gülən, amma
həyatda heç kim heç nədən sığortalanmayıb və heç kim bilmir bir saatdan, nə bilim, 5 dəqiqədən sonra başına hansı bir hadisə gələcək. Nəsə, birazdan sonra qonaqlarımız gəlsin, özləri burada olmadan istəmirəm müəyyən şeyləri danışım. Çünki özləri gəlsinlər, elə özləri hər şeyi danışarlar. Mən amma danışmaq istədiyim müəyyən şeylər var, çünki o barədə danışmalıyıq. Əvvəla, hörmətli tamaşaçılarımız, xatırlatma edim ki, proqramımıza baxırsınız. Milan VIP Hospitalın baş sponsorluğu, Agromal Özbəkistan məhsullarının xüsusi sponsorluğu, Newsport İdman kompleksinin və əlbəttə Doktor Seyfəddin klinikasının sponsorluqları ilə Milan VIP Hospitalında hal-hazırda həkimlərin qəbulu pulsuzdur. Tibbi aparatlardan keçmək istəyənlər mütləq gedib tibbi aparatlardan dava dərmansız şəkildə keçib müayinə alsınlar. Təşəkkürlər. Nərmanov metro stansiyasının çıxışında yerləşir. Agromal Özbəkistan məhsulları Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, böyük şəhərlərimiz daxil olmaqla ölkənin bütün rayonlarında artıq mağazalarını açıblar. Kilo ilə pal-paltarlar, kilosu 20 manat. Təşəkkürlərim olacaq Newsport İdman kompleksinə. Masazırda Qurtuluş 93 yaşayış kompleksində yerləşir. Newsport İdman kompleksinə hörmətli xanımlar, hörmətli bəylər və uşaqlarınızı belə üzgüçlüyə gətirə bilərsiniz. İdman zalları fəaliyyətdədir və hamam xidmətinə də söz ola bilməz. Təşəkkürlər. Təşəkkürlərim olacaq Doktor Seyfəddin klinikasına. Ölkədə təbii üsullarla müalicə mərkəzli Xətai rayonu Həzə Aslanov metro stansiyasının çıxışında yerləşirlər. Təşəkkürlər. Telefon nömrələrimizi təqdim eləmişsən Qurban. Əzizimiz Qurban. Telefon nömrələrimizi təqdim elə, hörmətli tamaşaçılarımız. İrəliyən saatlarımızda, irəliyən dəqiqələrimizdə mütləq zənglərinizi gözləyirəm. Bilirəm, zənglər bugün çox olacaq. Çünki çox olmalıdır da. Çünki gələn qonaqlarımız elə insanlardır ki, mən insanların ümumiyyətlə əsl sənət insanlarına qarşı o həssasiyyətini bilirəm. Həssas olduqlarını bilirəm və bilirəm bu günləri çox insanlarımız məhz telefonu götürüb bizim studiyamızı yığacaqlar və onların fikirləri mənim üçün həqiqətən maraqlıdır. Bəli, birazdan sonra birazdan sonra ölkəmizin xalq artisti, prezidenti mükafatçısı, sevilən bir sənətkar ailə üzvləri ilə studiyamıza gəlirlər, əziz tamaşaçılarımız. Studiyamızda müəyyən məqamlar, müəyyən açıqlamalar, müəyyən fikirlər və amma bu fikirlərdən bizi dağıda biləcək çox gözəl nəğmələr də olacaq. Siz Doğma kanaldan, Dünya TV-dən kanalı heç bir yerə dəyişməyin. Çünki hal-hazırda efirimizdə reklam saatı vaxtıdır. İzləyək. Davam edirik əziz tamaşaçılarımız. Reklamlarımız bitdi. Xatırladıram ki, Milan VIP Hospitalın, Agromal Özbəkistan məhsullarının, Doktor Seyfəddin klinikasının, Newsport İdman kompleksinin sponsorluqları ilə bizi izləyirsiniz. Artıq evimdədirlər qonaqlarım. O çox qısa bir vaxt ərzində hamısı əyləşiblər, nuşicanlıq eləyirlər. Şəfə xanım sağ olsun. Çayları, külrəngi çayları qarşılarında. Deməli, Respublikamızın xalq artisti, akademik musiqili teatrın canlı əfsanəsi, həqiqətən canlı əfsanəsi Fatma xanım Mahmudova. Mənim çox sevdiyim bir xanım. Həqiqətən anam qədər çox istədiyim bir xanımdır. O qədər bunu çox istəyirəm. Və elə adı gedən teatrın aktrisası Nigar Tofiq və əlbəttə ki, Fatma xanımın doğması əzizi Həsən bugün bizdən bərabərdir. Az mənə anam de. Neynim anam yoxdur. Yaşda yekə görür. Neynim Fatma xanım, anam yoxdur. Kim üzümə yaxşı baxır, ona anam. Yoxdur, nənəm. Yox, belə deyil. Necəsiniz, nə var, nə yox? Zarafat eləyirəm, həqiqətən Samir. Mən səni çox sevirəm, çox istəyirəm. Təxmən yox, mənim bütün ailə üzvlərim, bütün Sumqayıt əhlini, bütün tamaşaçılarımızı buradan bizi sevən, bizi izləyən dəyərli tamaşaçılarımızı salamlayıram. Yəni ki, mən biraz yaxşı vəziyyətdə deyiləm, amma ona baxmayaraq... Necə yəni yaxşı, əyalarsan? Hamı bilir, amma
Mən həmişə istəyirəm sənin yanında olum, sənin verilişində olum. Çünki mən yox, sənin bütün sənətçilər çox. Çox sağ ol, əzizim, var ol. Bura sənin öz evindir. 24 saat qulluğundayam. Yəni biləsən. Bəli, Nigar xanım, tamaşaçılarımızı necəsiniz? Nə var, nə yox? bir də salamlayaq. Çox Bütün Qarabağ əhlini, mənə baxan Qarabağlılarımızı. Bax, inanırsınız, mən bu vəziyyətimdə o qədər mənə zəhlər gəldi. Hər gün demək olar ki, Ağdam Teatrının bir canlı əfsanəsi var. Bir sənətkarı var, Ayda xanım, əməkdar artist Qasımova. Hər gün demək olar ki, bir gündə 3 dəfə məni yığır, mənim halım, əhvalımı soruşur. Yeri gəlmişkən Ayda xanımı salamlayıram, Ağdam Teatrının rəhbərliyini, Məmməd müəllimi salamlayıram. O da məndən çox maraqlanır. Hə, bütün Qarabağ cəmaatın bir qohumum var orada, Şura müəllimə. Müəllimə nə? Müəllimə deyil. Nəçidir? Bəxt açılacaq, müəllimə olacaq xəbər. Üzürlü bilsin. Şura müəllimi salamlayıram buradan. Çox istəyirəm, o da məndən daima maraqlanır. Sağ ol. Sağ ol. Allah ömür versin. İnşallah yəqin ki, tezliklə sağlarıq, yaxşı olar. İnşallah. Gəlib burada indi başımı meyvə ilə alladırsan. Sağ ol. Nigar, sən Sağ necəsən? ol, şükür, şükür. Şükür, yaxşıyıq. Elə Yaxşısan? anamızın vəziyyəti yaxşıdır. Üzü fikrən gördüm. Biz də Vəssalam. yaxşıyıq, şükür. Yaxşı ol. Sağ-salamat. Sən necəsən? Yaxşıyıq, şükürlər olsun bu günə. Fatma xanım biraz bizi qorxuzdu, amma şükürlər olsun bu günə ki, artıq ayaqdadır və bizimlədir. Mən əzəl bir gündən Fatma xanıma demişdim ki, Fatma xanım, siz güclü qadınsınız, siz inşallah tez bir zamanda sağalasınız, düşmənlərinizə meydan oxuyacaqsınız, sevənlərinizi güldürəsiniz. İnşallah. Və belə deyim, əziz tamaşaçılarımız, mən ümumiyyətlə tamaşaçılardan heç vaxt mən reyting xatirinə, nəyəsə xatirinə, mən deməli, Fatma xanım nasazlayanda baxdım ki, sosial şəbəkələrdə mən də canlı efirdə idim burada. Bir ucdan deməli bizim redaktorlarımız, rejissorlarımız bəli qulağıma deyirlər ki, bəs belə bir xəbər paylaşılıb, belə xəbər paylaşılıb ora-bura. Belə veriliş gedə-gedə də mən telefonu götürdüm, birinci Nigarı yığdım. Nigar açmadı telefonumu. Sonra Fatma xanımın şəxsi telefonunu yığdım. Rahat Fatma xanımla danışdım Onda telefonda. mən reanimasiya deyim. Hə, sizlə danışdım telefonda. Yəni ilk dəfə. Əslində o xəbərin yalan olduğunu, o saytlar ki paylaşırdı, oradan götürüb Mən də onu sosial şəbəkədə gördüm ki, onu siz oxuyur. Ona görə də gəlmişəm bugün verilişə ki, ay millət, az yazın, Allah sağ rəhmət eləsin. Onsuz diriyə də rəhmət düşür. Nə yaxşı mənə deyirlər, Allah rəhmət eləsin. Demirlər, Allah rəhmət eləsin. Yorba gör yaxşı getdi. Əsasən sən uzun ömürlər. Diri vaxtında da rəhmət oxuyurlar. Onsuz da diriyə də Sonra rəhmət. intizarın xoşuna gəlməmişdi. İntizar elə ki, mən Fatma xanımın o birisi qızının gördüm mənə səs atıb ki, bəs gərək onu eləməzdi. Deyirəm, valla mən quraşdırma eləməmişəm. Qulağıma dedilər ki, belə bir xəbər yayılıb. Sizə də qəfil deyiblər. Veriliş gedə-gedə qulağıma dedilər. Mən də telefonu burada götürdüm, yığdım. Dedim, görüm Fatma xanım açacaq yoxsa açmayacaq. Da əmin olmaq üçün məsələyə. Amir bəy, Allah çox Burada da böyükdür. saytlarda bizdən götürüb paylaşmışlar. Siz düzgün xəbəri paylaşmışlar da. Allahın qüdrətinə qurban olum. Allahın böyüklüyünə qurban olum. Allah çox böyükdür. Allah adildir, rəhmdildir. Allah lazım olanda kimisə bağışlayandır. Və məni də bağışladı, sağ ol. O qız evladları var. Təşəkkür edirəm. Sən Fatma xanım, Allahım. uşaqla uşaq olan, böyüklə böyük olan adamsan. Səndən zərrə qədər heç kim hara ged. Fatma xanım belə bir insandır ki, bəlkə də izləyicilərimiz bilmir. Bunun qabağına bir stəkan çay qoyublar ha. Ona da dəyər, qiymət verən xanımdır. Həqiqətən. Nə demək istədiyimi biləsiniz. Adam var, ayağının altında qoyun kəsirsən, yeyir, bir sağ ol da demir. Bəli. Amma adam da var ki, bir qurtum suya belə təşəkkürüm bildirir ki, Bəli. çox sağ ol, əziyyət çəkib mənə dəyər verirsən. Fatma xanım elə bir xanımdır. Bir, və heç kim heç nədən sığortalanmayıb Fatma xanım, heç kim. Lap uşağı da, böyüyü də, valla mənim məsələn elə dostlarım var ki, sıralı gün bir dostumla danışıram. Deyir Samir, 200 mindən çox oğlumun üstünə pul qoymuşuq, 13-14 yaşı var.
Allah şəfa versin. Yəni, durduğu yerdə uşaqdır da, xəstəlik tapıb, indi şükür o da atladı artıq. Xarici ölkələrimizin birində müalicə aldı, axırıncı və Türkiyədə. Yəni, 5 dəqiqədən sonra mən bayaq da dedim, mənim, sənin, onun başımıza nə gələcək, bu nə yaşla bağlıdır? Düz deyirsən. Bu nə yaşla bağlıdır? Nə başqa şeylə bağlıdır? İnsan da insan xəstələnə bilər, xəstəlik insan üçündür. Məsələn, Bugün ayaqdasan. Mən ağır insult keçirdim. İndi durduğum yerdə oldu da insanım. Qəşəng də yeriyirdim, sağalmışdım. Qəfildən yıxıldım, büdrədim. O işləməyən tərəfim sındı. İndi deyirəm ki... Bir arada qolunuzda problem var idi. O qolun deyil. Yox. Deyil? Yox. Yox idi? Bu yıxılmaq qəfildən oldu. Ayağımda problem oldu. Ayağınızda, hə. Mən indi şükür eləyirəm. Deyirəm, bu o xəstəliyimə şükür. Bu ondan da betərdir. Yəni, bu qol məsələsi ondan betərdir. Düzələn şeydir, qol məsələsi. Buna da şükür. Mən bunların hamısına şükür eləyirəm. Allah bilən məsləhətdir. Fatma xanım, bir 3-4 ay bundan qabaq qardaşım görə qonaq gəlmişdim, Nigar. Qardaşım da balacadır, 30-a yaxın yaşı var. Neysə, gəlin bacım ona da yemək qoyub, mənə də yemək qoyub. Yemək yediyim yerdə bir də gördüm, qardaşıma söhbət edir, bir də gördüm bunu yemək belə ağzının burasından tökülür. Bu ya Allah. Birinci də biləm, özü məni güldürmək üçün eləyir. Adam yemək yeyirəm məndən oturub süfrədə. Qardaş. Yəni, qardaşım da məndən çoxca evimizin balacasıdır da. Dedim, nə, elə biləm, məni elə iyrəndirmək üçün, güldürmək üçün eləyir. Görüm, yeyir, buradan tökülür, yeyir, buradan tökülür. Dedim, sən niyə eləyirsən ağzı? Deyir ki, nə olub, deyirsən, elə bir ağzın şey olub, qaçdı. Durduğu yerdə. Biz də üstünə tez düşdük, indi şükür Allaha heç bir şey qalmayıb. Həmən dəqiqə Nədən oldu elə? Nə bilim, durduğu yerdə, bilirsən nədən oldu heç? Onu da Fatma xanıma deyirəm də, bilmirsən nədən oldu. Qəfildən oldu. Hə, qəfildən. Hə, indi şükür, o da düzəlib. Mən meyvə yeyirdim, meyvə yediyim yerdə oldu. Meyvə ye. Alma yeyirdim. Götürün meyvəni burada. Yedim əməl, almanı gördüm. Alma. Fatma xanım, əsəbləşib eləməmişdi. Amma aparıcılar var, onların çoxuna mənim canım qurban. Sən hamımız çox Mən belə olanda, qoy mən buradan icazə verirsən. Mən, bax, intizar buradadır. Mən intizara dedim, 2 dəfə dedim ki, mən Fatma xanımın yanına gəlmək istəyirəm. Mən və bizim başqa bir əməkdaşımız. Dedi, yanına adam buraxmırlar. Hə, buraxmırlar. Biz İbrahimlə, bizim aparıcımızla hazırlaşdıq gəlməyə. Hətta bizim Mehriban xanım, o digər aparıcımız vaxt da təyin elədi. Yığışdıq, mən yığdım, dedilər ki, yanına adam buraxmırlar. Amma əsas odur ki, sən hər dəqiqə zəng eləyib məndən maraqlanmalısan. Bir də qoy, yenə də mən, bax bu efir vasitəsilə Lalə Azərtaca dərin təşəkkürümü bildirim. İnanın, o mənə o qədər kömək elədi. İzlədim saytlərdə. Çox kömək elədi, çox sağ olsun. Vallahi. Sizi istəməyən yoxdur Fatma xanım. Siz elə sənətkarsınız ki, teatrlarda bilirsiniz də pərdə arxası nə oyunlar gedir, nə belə müharibələr gedir. Allah istəsin. Heç vaxt o məsələlərin içində olmamışsınız. Başınız salıb aşağı işinizlə məşğul Çətin olanlarsınız. aləmdir, çətin aləmdir. Biz 2 dəqiqəlik aramız var. 2 dəqiqədən sonra təbii ki, sponsorlarımızdan bağlı bir şifahi məlumat blokumuz var. 2 dəqiqədən sonra artıq biz Nigarın ifası ilə davam edəcəyik. Ona görə... Nigarın təzə mahnısı var. Yeni mahnı? Buradan Məhərrəm Aslaralını salamlayıram. Məhərrəm Aslarlı o mahnını Nigara təmənnasız bir madsız bağışlayıbdır. Çox sağ olsun. Doğrudan. Təşəkkür edirəm. Nə əcəb Məhərrəmdən? Hamıya baha sat. Sən havay verdi, amma? Nə, paxılığına tutar. Nə əcəb ay Məhərrəm səndən? İzləyək şifahi məlumatımızı, elə ardınca Nigarın ifasından davam edəcəyik. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsulları
məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən aqromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik, əziz tamaşaçılarımız. İndi nəğməmizi təqdim eləyəcək. Bu arada yazan izləyicilərimiz var. Fatma xanım, hamı sizi görüb Əsmər yazır, göndərir. Salamlayırıq Fatma xanımı, xoş gəlib, səfa gətirib. Və buradan Amin bəy, o da belə işinin peşəkarı olan bir insandır. O da salamlayır sizi. Novxanadan baxır, izləyir. Nigar xanım, sizə də Fatma xanım. Hamımıza salamlarını göndərib. Biz də buradan Amin bəy salamlayırıq. Sağ olsunlar, biz də salamlayırıq. Yazanlar çoxdur, fikirlərinizi yazın bizə. Nigar, buyur əzizim. Hazırsa durum. Maşallah, maşallah, maşallah.
Maşallah, aynı yer. Möhtəşəm, gözəl. Sağ olun. Maşallah. Və, Avazın da gözəldir. Çox sağ olun və efir vasitəsilə bir daha Məhərrəm müəllimə təşəkkürümüzü bildiririk və aranjman Rəhman müəllim Əliyev Rəhman təşəkkürümüzü müəllim bildiririk. Bəli. Hamısı Fatma xanımın işlərində bunlar, Bəli, hə? bəli. Hamısının üzərində özü, hamısının özüdür. Sağ olsunlar. Sağ olsunlar ki, sənətkarımıza dəyər verirlər Üç də. dəfə aranjman İlk dəfə sizdə Üç dəfə Bizim ekskluziv, efirdə müğənnilərimizin söz olmasın, aranjman ekskluziv. olunub, bəyənməmişəm, bir də təzdən. Elə yenə də təzdən Rəhmana qayıtmışıq. Elə? Gözəl mahnı. Rəhmandır da. Məhərrəm Astralın da mahnılarının hamısı bizim Bəli. sənətkarlarımızın. İlk dəfə edən Məhərrəm sağ olsun, var olsun. Özü istədi, sən istədin ondan. Yoxsa Yəni təklif biz- kimdən oldu? Belə mən istədim. Sən Mən istədim, o da istədim. təmənnasız. Fatma xanım, Hayır. bir şey soruşum sizdən. Adam bir balaca, bax tutaq ki də mən çox aparıcılarımızda görmüşəm. Deyirlər ki, məsəl üçün, Samir nə qədər efirdə idik, lap müğənnisi olsun, biraz gündəmdən kənardayıqsa, ola bilərdi indi 3 il, 5 il hansısa aparıcı proqram aparmır. Deyir, elə bilirsən ki, o çevrəmizin münasibəti o dəqiqə dəyişir. Elə bir soyuqlaşma gedir, yadlaşırsan. Bir də adamın başına bir iş gələndə, bir xəstələnəndə, neynəyəndə, o dostlarımız, qohumlarımız yanımızda oldular. Bilirsən, Allah məni özü bilə-bilə bu vəziyyətə saldı. Şükür onun var. Tanımaq üçün. Mənə bu cəzanı verdi ki, Adamları sən tanı. insanları gözünü aç, yaxşı tanı. Elə yaxşı tanıdım mən insanları. Öz-özümə deyirəm ki, elə yaxşı ki, mən belə oldum. Mən çox adamları tanıdım. Çox adamları yaxşı mənada tanıdım. Dedim, hə, mən bunun qədrini bilməmişəm. Bilməmişəm, bəli. Lalə Azərtacı tanıdım. Özümün bir yaxın Salamlayırıq dostum burada. var, başımın üstünə axladı. Həci onu tanıdım, bir də tanıyırdım, amma daha bir də tanıdım. Direktor Məlik İsmət Lalayevi yaxşı tanıdım. Tanıyırdım, amma bir daha onu yaxşı insan kimi kəşf elədim. Bəli. Salamlayır. Biz də salamlayırıq Əli İsmət müəllimi. Sonra da elə adamlar var ki, adını çəkə bilmirəm. Amma Allahın yanında çəkirəm onların adını. Ki, ya Rəbbim, belə bir insan mənə dayaq oldu, kömək oldu. O, Allahın mənə göndərdiyi peyğəmbərdir, insan cildində. Həqiqətən belədir. Belə adamlar. Mən Allah sizdən... Elmədin Cəfərovu buradan salamlayıram. Çox kömək oldu mənə. Hər gün demək olar ki, mənim yanımda oldu. Lalə xanım. Sadiq dostlarım, sadiq. Sağ olsun. Amma Umduğun o bütün günü can deyib can eşidənlər olmadı. Demək, canı sağ olsun. Demək, hörmətli tamaşaçılar, Allah Fatma xanımdan gecindən versin, can sağlığı versin. Biz anam o zamanlar xəstələnəndə rəhmətlik, biz xarici ölkələrin birinə getdik. Mən də efirdə heç vaxt, heç kimdən, bu günə qədər, yəni Allah o günə məni qoymasın da, heç vaxt heç kimdən heç nə istəməmişəm, deməmişəm. Xəstəlikdir. Sözün düzü də mən izləyicilərdən də heç nəyə gizlətmirəm. Evdə bir 4, çünki hamısı müalicələrə xərclədik. Bir də ayırdım ki, evdə 3-4 min manat pul var. Hələ onu da qoydum cibimə, biz dedilər, sənin bu bəsindir, ora ucuzluqdur, ölkələrin birinə getmişdim. Amma efirdə mən bir kəlmə dedim ki, bəs anam xəstələnibdir, biz gedirik xaricə, inşallah bir də həftənin birinci günü qayıdacam canlı efirə. Siz təsəvvür eləyin ki, Allah insanın ürəyi ilə, qəlbi ilə bir olsun. Mən getdim orada, yəni burada eşitdiyim kimi deyildi. Nigar, təsəvvür elə ki, dedilər xəstəxananın günü 1000 manatdır. Mən elə 15 min manat xəstəxanaya pul ödəməliyəm. Elə burada da çatır. Ondan o tərəfə nə bilim nədir, 20 neçə min manat hələ aşağısı, yuxarısı xaricdə. Xarici vətəndaşlara da daha baha daxı, yenə özləri olanda sığortaları zad olur. Heç vaxt üzün görmədiyim, heç vaxt bir kəlmə də olsun telefonla danışmadım. Ömrümdə ilk dəfə gördüyüm insan gətirdi xəstəxananın bütün borcun, o 20 min manatı ödədi, çıxdı, getdi. Dedim, siz hardan bilmişsiniz ki, belə-belə? Dedi, 6 saatda sizə görə yol gəlirəm. Siz deyir, efirdə bir kəlmə dediniz ki, bəs anam xəstələnib, anam orada məndən soruşurdu ki, sağlıqda bu
bəy kimdir? Allah rəhmət eylesin. Bir ağsaqqal adam idi. Deyirəm, valla tanımıram Aynolma. Yəni bizim dalımızcan gəlib. Deyir, bu kimdir? Bunu hardan tapdın? Allahın göndərdiyi elə bir vasitə dayan. İndi Fatma xanım deyir, hə, Allah o şeyi veribsə insana, o sıxıntıdan da çıxartmağa sənə Sınaq kimi insan, bəli. Sıxıntıdan da mən məsəl üçün demişəm, yenə deyirəm ki, xoşu gəlir, gəlsin, gəlmir, gəlməsin. Mən anam rəhmətə gedəndən sonra anamla bərabər müəyyən insanlar var idi ki, doğmalarım, onlar da anamla bərabər bastırdım. Özüm üçün ha. Sildim onları. Söz deyim, mənim Onlara doğmalarım, dedim ki, Allah məni sizə sevən rəhmət olsun. tamaşaçılarımdır. Biz Məni sevən tamaşaçılarımdır. Məni sevən dostlarımdır. gözəl. Bax, bunu Bəli. demək istəyirəm. Çox maraqlıdır ki, Sonra bax, buradan tanımadığın adamlar yanında olur. Azərbaycan əməkdar artisti Ələkbər Əliyevi buradan salamlayıram. Mənim tərəf müqabilim, mənim sənət dostum Əkbər Əlizadədir, Ələkbər Əliyevdir, Çingiz Əhmədovdur. Bayaq danışırdım Çoxları, Çingizlə. hamısını hamısını çəkə salamlayıram. bilirəm. Onlar xanımlardan hamısı. Gəlib gedirdilər. Bəli, 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 yox. Niyə Allah var? Gəlməyənlər oldu teatrdan. Gələn də sağ olsun, Gəlməyənlər də Allah gəlməyənlər də çəksin. gələn də canı sağ olsun. Əsas odur ki, gəlməməklə özlərini tanıtdılar da. Onların yalançı gəlməyə lazım deyil. Olacaqdı. Gələnlərə də təşəkkür edirəm. Qızlardan hansı daha çox qulluğunda dayanır? İntizar məncə, hə? Elə Allah hamısı. inşallah onu mənə verir. Yox, niyə mən də dayanmışam? Amma- Yox, 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 yox. Niyə Samir müəllim? Yox. Amma intizar daha çox dayanır məncə. İntizar da məndə. Qızlar yeməyimə qədər mənim Yedizdirir. yeməklə, sağ olsun. Hər valideynə də yaxşı evlad nəsib olmalı. Sən inanırsan ki, Nigar, mən bərdən əsəbləşirdim, anama deyirdim, bir dənə məni dünyaya gətirmişsə, mən daha çıxıram, gedirəm Azərbaycana, o birisi uşaqların gəlsin indi də, elə belə məsələn deyirdim, ha. Mən dedi ki, heç kim istəmirəm, heç kim gəlməsin. Deyirəm, ay, amma 3 dənə uşaq vardı, onlardan biri gəlsin, növbə ilə. Dedi, yox, bir dənə sən qal yanımda, bax, Fatma xanım dediyi. İstəmək, bax, ola bilər sən intizardan da yaxşı istəyirsən o şeylər eləməyi. O hissiyat ki var, ananın özünün hissiyatı da, o bir başqa bir Yox, şeydir. yəni mənim demək istəyirəm ki, Sən yaxşı ki... istəyirsən, bəlkə də işə orada... Yox, yox, mənim demək istəyirəm ki, Allah böyükdür. Həsən də yanımda Yaxşı ki, Həsən Allah babam bizi anama qismət eləyib. Bizim kimi evladlar. Sən də mənim qohumumdur. Evladın da özündən çox şey asılıdır, Samir müəllim. Ola bilər evlad oxumuş olsun, dünya görüşdə olsun, amma insan olmayandan sonra heç. Mən efirdə baxıram, baxın, mən yəni haşiyə çıxacağam, Lalə xanımın verilişində bir yaşlı kişi gəlir ora. İnanın, o kişi evladları ondan üz döndü. Yəni ki, üz döndərib də. Heç bərəsi ona dayaq durmadı. Yəni, mən Lalə xanıma, bəli, təşəkkür eləyirəm ki, ona necə oldu. Elə bildim ki, mən Lalə xanımda onun evladları. Ağladım mən o kişiyə görə ki, yəni, necə ola bilər ki... Olmasa, mən bir ev tutardım. İnanın, dedim, mən, bax, bu neymətlər and olsun, dedim, mənim imkanım ola. Başım üstə Allah var, mən o kişini bir ev tutub, mən ona aparar. Yəni ki, adam tutaram, ona baxar. Yəni, necə ola bilər ki, evladın necə vicdanı qəbul, atanı belə o... Düşmənə də arzulanmalı evladı. Neçə övladın ola, ağladı. Öz də ata ağlayanda Samir müəllim mənə təsir edir. Nəinki ata, nəinki ana. Neyniyib sənə, neyniyib, ata səni neyniyib, yəni... Ana sənə neyniyib, basıb gözlüyü çıxardıb yerindən, neyniyib sənə. Ata insana belə çıxmasın, söyər də, döyər də, acılayar da. Onda elə mən biraz da Həsənə keçək, Həsənə keçək. O qədər bizim atamız bizə... Həsənlə danışacağım. Dediniz, iş birliyimiz də var. Həsən mənim daim nəvəsidir. O daimin nəvəsidir ki, həmişə mən onu xatırlayıram. Hətta onun lap belə, o daim ağır xəstə, adı da Həsənidir, onun adını daşıyır. Allah rəhmət eləsin. Hə, ki onun hətta o xəstə yatağında onu can verməyi də mənim gözümün qabağındadır. Atasına, babasına? Babasına. Babamı. Hə, indi Həsən onun adını daşıyır, özü istiqanlı uşaqdır. Maşallah. İstedadı da var. İndi yavaş-yavaş yəqin ki, Nigarla duetlər də eləyirsiniz. eləyərik. Eləyəcəyik. Eləyəcəksiniz. Eləyəcəyik. Mütləq siz dəstək olun. Bilirsən, İnşallah. bir adam bir işə başlayanda ona mütləq dəstək lazımdır da. Müəyyən bir yerə bunun qədər. ana tərəfi Gürcüstandır, ata tərəfi Ağdam. Ağla. İndi bu yıxılıb Gürcüstana, dedim ev yoxdur, bu dəfə Gürcüstandan oxu.
Bəlkə özüm bizə bir gün, Gürcistan tərəfə. bizə də bir gün ağlayarsan. İnşallah. Niyə sənin işlərin necə gedir Şükür, teatrda? şükür, yavaş-yavaş şükür. Oynayırsan tamaşalarda? Şükür, şükür. Hələ ki anam bu səhhəti ilə bağlı. Ha, biraz Heç başına şey qarşı. eləmir. Fatma xanım, əlasınız, maşallah. Ha, oynayacaq inşallah. Hələ əla deyiləm. Əlasan da, əla de ki, əla Hələ olasan. Rus dilində rol oynayacaqdım, o da mənə nəsib olmadı. Olar inşallah. İnşallah olacaq. Allah böyükdür. Oynayar inşallah siz də çağıracaq. İnşallah. Yox, əlasan, yaxşısan. Yeməyin var, içməyin var. Tamaşaya çağıracağım səni. İnşallah. Darıxırsınız teatr üçün. Ümumiyyətlə ora Səhnə üçün, tamaşaçılar üçün, hə. səhnə. Gördünüz nə dedim? Səhnə üçün tamaşaçılar üçün. Bəli. Tamaşaçıları çox sevir. Onlar da məni çox istəyir, sağ olsunlar. Bax, indi formada deyiləm də biraz. Əlasan, Biraz ay Fatma səhətimdən xanım. Valla bağlı. kukla kimisən. Biraz Deyil, əziz tamaşaçılarımız. biri işləmir. İlk vəziyyətini siz görməmisiniz, amma Hələ şükür bir yaxşıdır. əllə hərəkət eləyirəm. İndi bir təhər özümü Amma müalicələrin gedir də. quraşdırıb gəlmişəm özümü. Müalicələr gedir, hə? Nə qədər müddət gedəcək müalicəsi? İndi inşallah yavaş-yavaş. Böyle də qolum açılana. Qolu işləyənə qədər. Hə, inşallah. Qırılmasaydı yaxşıydım. Düzəlmişdi Samir bəy, sonra ayağı biraz burxuldu, yıxıldı həmən qolunun üstünə. Heç bir anın içində biraz. ya, haqqı. Heç kim çatmadı məni tutmağa. Demək, o yalan sözdür də. İnsan deyir, aynan xəstə yatdım, nə bilim, aynan, nə bilim, falan şeylədim. Bəla gələndə adama bir dəqiqənin içində gəlir də. Yaxşı qutardı, hələ şükür eləyirəm ki, başım dəyə bilərdi, qılçım qırıla bilərdi. Onda büyün yeriyib bura gələ bilməzdim. Meyvə yedin yerdə gördün özünə deyilsin, hə Fatma xanım? Yox, əvvələ keçdin sən. Hə, əvvəl deyirəm. Allah gəlirəm. Alma yer, Soyun bilirsə, alma yer. Sən o üstə. Gələm tutar. İstirahət. Alma yedim. Qəfildən oldu. Balam. Yox, həqiqətən. Yəni sən bir sözlə. deydin. Hələ Dörd adam məni Bax, storyaya qoya bilmir. bax Allah Samir müəllim Fatma xanıma onda istəyir ki, yəni evdə adam olur, biz oluruq. Olmasa, biraz olsun hər şey ola bilər. İki insult vuranda anamı İraq üzünüzdən ikinci dəfə intizara dedim ki, eybi yox, biraz təmkinli olaq. Yəni biz özümüzü toparlayaq. Biz də qışqırsaq lap yəni bu özündən gedir. Yəni lap pis olarıq da. Biz özümüzü toparladıq. Dedim sən də Bir özünü gün içində iki toparla. dəfə vurdu. Yox, bir dəfə də vurdu, bir dəfə də vurdu da, iki dəfə. Yəni dedim ki, özümüzü toparlayaq ki, bir dəfə biz bunu yaşamışıq. Yəni özümüzü. Birinci fonda niyə kim aparmadınız biraz orada Apar. qaldı? Yox, getdim. Getdi. Düzəldi, sonra yenə Getdi, də bir mən də. biraz əsəb adamam. Hər şeyi tez ürəyimə götürənəm, hər şeyi, hər bir xırda şeyi. Hər şey tez xətrimə dəyir, tez inciyirəm, ürəyimə salıram. Yəni mən anadan bu sənət üçün, bu səhnə üçün doğulmuşam. Mən evdə oturmaq üçün doğulmamışam. Yəni mən Özü Fatma xanım işləyən xanımdır. Yayda bizi konsertlərə aparırdı. Belə də işdən də Hə, vardı. yadınızda. Tədbir olurdu, konsertlər təşkil edirdi. yenə gedəcəyik. İnşallah Allahın izni ilə. Yadınızda getdi. Nə gözəl sözdür. Nə? Nə Nə gözəl sözləri deyir. Mən deməli sözlərin elə deyil ki, Nigar. Mən başa düşür. Hər sözündə bir ismarış var, hər sözündə deyir. Mən sənətkaram, evdə oturmaq üçün də Düz deyil. evdə oturmaq üçün də olmamışam da, yəni. Sənətkar bir ki, evdə oturmaq bilirsiniz nədir? Bir ki, balığı sudan çıxartmışsan, qoymuşsan qırağa ki, bu O da ölsün. çabalaya. Hə, bu ölsün. Həqiqətən də faktiki. Sudan çıxartmışsan ki, qoy belə qalsın orada çabalaya. Sami. Balıq suda olar da. Sami. Sənətkar da səhnədə. yaxşı insanlar da var, amma tək-təkdir. Yaxşı insanlar var. Allah o, indi özləri mənə baxırsa, həmin insan, həmin şəxsiyyət bilir mən kimi deyirəm. Allah elə şəxsiyyətlərdən, elə insanlardan, elə ürəkli oğullardan çox versin bizə. Yanımda oldu, hə Fatma xanım. Özü çox maraqlıdır ki, o işləri eləyən insanlar var ha. Heç vaxt istəmirlər adları hallansın.
heç vaxt istəmirlər elədikləri Elə onun neysə adı- efirdə deyilsin. Onun Çox adı maraqlı mənim bir şeydir. ürəyimdə. Şəfa bir dənə çayımız, çay versən də. Onun adı mənim ürəyimdə. Çoxdur. Dualarım da Özdə. hər gün onunla. Qoy gətirim özüm. Hə? Sən apar. Ay. Eybi. Narahat olma. Elə sənin o duaların onun bəsidir Fatma xanım. O ki, dualar eləyir sənə ona yaxşı mənada. Bu sənin o duaların o insan üçün bəsdir. Vallahi. Sağ olsun, Allah Çünki ondan danışdım ona. min qat razı olsun. Min qat razı olsun ki, bizim sənətkarımızın yanında olub. Bax, əsas məsələ budur. Amin. Neyniyək? Həsən oxusun. Demə Həsən, oxu görək Gürcüstanlılar. Görək sənin bu qohumun nə yaradı be? Görək ki bu Gürcüstanlılar. Eray oxur, səsiniz gəlsin. Oxu ay Həsən, oxu görək. Havası tertemiz, mənə doğma əziz gözəl Gürcüstan. Baxanda dağ dərə, hər yanı mənzərə gözəl Gürcüstan. Yığışın el oğlular, birlikdə kəndə gedək. Çıxaq o dağlara biz, hər yanı seyr eləyək. Görüb o gözəlliyi, elə bir güşə seçək. Havasından zövq alaq, qulağından su içək. Havasından zövq alaq, qulağından su içək. Havası tərtəmiz, mənə doğma əziz gözəl Gürcüstan. Baxanda dağ dərə, hər yanı mənzərə gözəl Gürcüstan. Havası tərtəmiz, mənə doğma əziz gözəl Gürcüstan. Baxanda dağ dərə, hər yanı mənzərə gözəl Gürcüstan. Ay səfalı təbiətim, mənə bir gəldi gəlin. Gülər cəmaatım, qonaq sevəndirelim. Hər evdə, hər qapıda iyi gəlir çalğı səsi. Yaşamaq üçün insanın hər gün artır həvəsi. Yaşamaq üçün insanın hər gün artır həvəsi. Hər gün artır həvəsi. Havası tərtəmiz, mənə doğma əziz gözəl Gürcüstan. Baxanda dağ dərə, hər yanı mənzərə gözəl Gürcüstan. Havası tərtəmiz, mənə doğma əziz gözəl Gürcüstan. Baxanda dağ dərə, hər yanı mənzərə gözəl Gürcüstan. Havası tərtəmiz, mənə doğma əziz gözəl Gürcüstan. Baxanda dağ dərə, hər yanı mənzərə gözəl Gürcüstan. Havası tərtəmiz, mənə doğma əziz gözəl Gürcüstan. Baxanda dağ dərə, hər yanı mənzərə gözəl Gürcüstan. Təşəkkür. Qurban, nə deyirdin? Hə, indi həll edəcəm. Fatma xanım, o qədər zənglər var, xüsusilə də Ağdamdan, Bərdədən,
Hamı salamlayır sizi, deyir şükür Allah'a. Yer ağdan bir gözümdür, bərdə bir gözüm. Doğma Ağcabədi öz aşıqini axtar Qarabağda, gəz Qarabağda. Bəli. Getməmsən heç? Gedirəm. İndi qurbanım var Seyid Lazım ağanın ocağına. Qurban demişəm. Çox qurbanlar olar. Qurban deyənlər çoxdur, Nigar. Qurban deyənlər. Bəli, var. Qurban deyilməyəcək bir insandırmı Fatma xanım? Qurban. İndi Allah qəbul etsin. Allah qoysa bir qurbanım saatlıda kəsiləcək. Seyid Rızanın ocağına demişəm. Anam getmişdi Ağdama, arada getdi Layla xanımla. İndi gedib onu kəsəcəm. Allah qoysa. Sonra da gedib Seyid Lazım ağanın ocağına demişəm qurban. Bazar günlərinə salın, mən də gəlim sizlə, gedəyim. Gedirsən? Valla gedirəm. Hansısa bir bazara salın. Valla. Hə, mən də sizlə bərabər gedəyim. Gəlim sənə haradan Həm də deyirsən. geçə bir maraqlı çəkilişlər zatar edərik Ağdamda. Əla, gedək, laf yaxşı. Süper Gedəyim, olar. çəkəyim. Həm belə ticarət olsun, həm Ağdamın ziyarət özünə olsun. gedərik. Hə? Ağdamın özünə. Hə, Ağdam gedərik. İnşallah. Belə Nihat da götürərəm. O da gözəl çəkər. İnşallah. Tamam. Yazan izləyicilərimizin hər birinə təşəkkürlər. Bu arada bizim Seyfəddin doktor salamlayır sizi. Deyir, nə narahatçılıq varsa qulluğundayım Fatma sağ olsun. xanımın. Seyfəddin doktora da buradan təşəkkür edirik. Bu arada hörmətli tamaşaçılar, Aqromal Özbəkistan məhsulları yenə vakansiya elan eləyibdir. İşçi axtarırlar. Ambardarlar, deməli, kassirlər, ambardarlar, buxaltırlar, nömrəmizi təqdim elə, iş axtaran insanlar, satıcılar, deməli, ambarda, kassada, söhbət mağazadan gedir, mağazanın ambarında işləmək istəyənlər, kassada, yəni əgər o hesab kitabı yaxşı bilirsinizsə zəng vuruna, sonra hesabdarlar, yəni buxaltırlar tələb olunur, satıcılar tələb olunur, sürücülər, səyyar sürücülər, amma belə sürücülər maaşda 800.000 manat arası dəyişir. Maşının da bütün xərc xəsarətin, yanacağı da, filanın da, o texniki nasazlığıdır. Şirkət öz öhdəsinə götürür. Deməli, 050 ilə 672 89 83. Bu nömrəmizdir, Qurban. 050 ilə 672 89 83 nömrəsi ilə əlaqə saxlayın. Bəli, bəli, görürsünüz nömrəni, əlaqə saxlayın. İş axtaran insanlarımız fərqi yoxdur. Bölgələrdən də ola bilər, elə Bakıdan da, ətraf şəhərlərdən də. Kim iş axtarırsa mütləq indi bu dəqiqə əlaqə saxlasınlar, çünki vakansiyalar var. Fatma xanım, yaxşısan? Çay içirsən, yoxsa? Yox, indim da. Çay içməyə gəlmişəm səndə. Nəyə gəlmişəm? Verirlər, verəndə deyirlər. Verirlər, verməsələr ondan yaxşıdır. Verirlər, versinlər, vermirlər, verməsinlər. Arvad olanda Arvad olanda nə olar? Arvada medal düşmür. Bax, düz demirəm, arvada medal düşmür. Düşür. İnşallah o medalı da alacağız. İnşallah. Fatma, ömrümüzün neçə ili teatrda keçir? 57 ilin dayanmadan, durmadan mən səhnəyə qurban vermişəm. 57 il, Emil, 57 il. 12-13 elə belə yaşından, tarix deyil. Məni tanıyanlar bilir ki, 12-13 yaşından mən səhnədəyəm. Düz 57 ildir günə qədər. Mən səhnədəyəm. Bir dəfə bülteynə də çıxmamışam. Hətta ağır əməliyyat keçirmişəm, yenə də çıxmamışam. Amma indi bununla bacarmadım. Bu xəstəliylə, bu insult xəstəliylə bacara bilmədim. Bir də qolumun sınmağı ilə bacara bilmədim. Yəni Ona görə də mən fasilə verdim. O xəstəliyi Allah heç kəsə göstərməsin. Ümumiyyətlə, ailədə o çox çaşdırıcı bir xəstəlikdir. Mən sizə deyim. Yəni evlad olaraq insan çaşır da. Yəni elə bir vəziyyətə gəldi ki, anam. Yəni yaxşı ki biz evdəydik. Yəni o Allah zoğuzun dəqiqəsi onun ölümdür. Həqiqətən. Təzyiq qalxır. Bəli. Təzyiq qalxır. Neçə idi? Elə bil insan, yəni o ölümdür də. Yəni baş getdikcə.
Ay Allah, bu nə Onu, danışır? bəli, yəni mən onu görmüşəm 3 dəfə anamda. Deyirəm, mama sakit ol. Yəni birinci dəfə çox təşvişə düşdüm. Mən nə günə qaldım. Nigar, heç nə ilə təzyiq salmaq olmur. Mən yox, heç nə ilə. Mən təsəvvür eləyin, o həyətdə olan bütün insanlar, bütün qonşular, axıran, hamısı mənim başıma yığıldı. Mən özümü itirdim. İlk dəfə mən özümü itirdim, mənim ürəyim getdi. Bax, al, bax. Onda Bu nemətlə danışdığın telefondan danışdığı yerdə. Yəni o çox mən pis yaşamışam. Birincini. Bəli. El ikincini də pis yaşamışam, birincini də. Amma yenə də özümü İkimiz də əl aldım evdəydiniz, ikincide. intisarda sən də. Bəli. Yox, birincidə bacım yox idi, bacım Vay, Türkiyədə, vay, sonra Allah gəldi. dəli olar, Hə, amma ikincidə, Gələ şükür. ikincidə, hə. İkincidə, üçüncüdə Özünüzü ağır. qoruyun, əzizim. Üçüncüdə artıq bacım bizdə. Allah əgər məni o vəziyyətimi Yaxşı ki, beyninə qan bağışlayırdısa. sızmayıbdır. Allah istəyir. Tez olduq, tez zəng elədik, təcili. Ola bilərdi o. Ola bilərdi də Allah qorudu məni. Birisi Samir bəy, mən az öncəki mövzuya qayıtmaq istəyirəm. Hər anaya, hər valideynə belə övladlar nəsib olmur, qismət olmur. Deyirlər oğlum olsun, oğlum olsun. Lazım deyil mənə bir vecə oğul. Düzdür, Nigar Bir dənə xanım da, belə qızım olsun, valla 1000 dənə oğula dəyər. Nigar xanım da Fatma xanımın qulluğunda çox durur. Ancaq Nigar xanım tamaşada falan olur. Mən buradan efir vasitəsilə İntisara təşəkkür eləmək istəyirəm. İntisar Fatma xanımın doğrudan da qayğısında çox durur. Sağ olsun, Çünki Allah Nigar razı xanım işlə əlaqədar birdən olur evdə olmur, amma İntisar xanım çox qulluğunda durur Fatma xanım. Balalar da sizi çox istəyir Fatma xanım. Mənim bir dostum var. Çünki kimimiz, Xoşbəxt ana. Elnur da mənə kimimiz çox var kömək ki. elədi. özünüz bilirsiniz. Elnur mənə çox qulluq elədi, həddindən artıq. İlnur kimdir? Elnur mənim elə bir bu serialda. Bəli, o da yəni bizim Elə çox evladım ailəvi, qədər xətrini çox sevdim. ailəvi dost qardaşdır. Oğul Anam əvəzi. elə İnan o Allaha da. gecə saat 1-ə qədər mənim Fatma xanım, qohumlardan kim belə əsl narahat Mən. oldu? Yox, Fatma xanım qoy desin. Elə düz deyir bir dənə Həsən. Həsən? Bilirsən, qohumdu, nə bilim, dostu, hamısı belə gündə tanındı və salam ayrı. Mən özümə söz vermişəm ki, ta heç kimlə ötəri yürüməyəcəm heç ara. Və salam. Bilirsiniz Samir bəy, Fatma xanım reanimasiyada olanda mən hər gün ora xəstəxanaya gedirdim. Gizlin də olsa axıranın gözündən qaçıb liftə minib qalxırdım yuxarı. Gizlin ki, Fatma xanımı gözümlə görüm hər gün. Bəzən olurdu axıran məni geri qaytarırdı, bəzən orada mübahisə edirdik, məni qovurdu. Amma yenə də görməsəm də hər Əsas gün odur gedirdim, görmək bəli. istəyirsən. Bəzən olurdu yanına Bilirsiniz, girirdim, otururdum. Gəlin belə danışaq da, burada nə qohumdan incimirəm, nə dostdan, nə... Əsas odur tanımısan. Hə, Vəssalam. vəssalam, Nəylə inciyirəm də, tanıdım vəssalam da. Vəssalam, tanıdım, Allah canlarını sağ eləsin. Amin. Gələn də sağ olsun, gəlməyən də sağ olsun. Laf sağ ol. Gəlməyəndə laf sağ olsun. Laf sağ Ki, olsun. əslində tanıdıq. Əsas oldu ki, Yəni o mən yalançı gəlməkdənsə mən gəlməmək bugün daha yaxşı. buradayam, mən efirdəyəm, yaxşı oğlanların səndən belə Allah canı sağ eləsin. Bir dənə də insan kəşf elədim, Lalə Azərtac. Mən onu ömrüm boyu deyəcəm. Ömrüm boyu Haqqıdan onun mənə qarşı olan hörmətini, İlk istəyini. dəfə Lalə xanıma çıxdınız da efirə, hə? Salamlayıram buradan bizim dəyərli Lalə heç aparıcımız. çıxmamış gəldi mənim yanıma. Heç Lalə çıxmamışdı. mənə çox gözəl Yəni ad xəbər günü- tutdu, bildi. Ad günü keçdi. Xəzər televiziyası təşəkkür edirəm. Təşəkkür edirik buradan var. Bəli. Çox əziyyət çəkdi Fatma yəni. xanım, bəs maddi sağ olsun. sıxıntılarınız olmadı. Bilirik ki, bu Sən xəstə... nə danışsan bilmirsən ki, dünyanın ən varlı qadını mənəm. Ən varlı qadını mənəm. Mənim gözəl villam var. Zadnamik məni alıb bağışlayıb mənəm. Hal-hazırda oradan gəlmişik. Durdum deyirsiniz. Şükür edirəm. Mən varlı qadınam ona görə ki, məni bu qədər tamaşaçı kütləsi sevir. Ürəkdən sevir. Və Samir müəllim ən varlı insan. Sizə həyət evi lazımdır, qalmaq. Mən də Siz xoşlayıram. nağarırsınız. Həqiqətən. Günahdan nağarırsınız. Yox, xoşlamaq yoxum amaya. Yox, buna da şükür, neyiniyək? Bilirsən nəyə görə deyirəm? Verəcək. Həyət evi bircə dənə olsaydı, valla o qədər gözəl insanlar var ki, heç illərlə, aylarla ağzı bağlı. Sən də var, belə çox danışma, elə həyat evi ala biləcəksən, sən də ma. İndi buradan danışarımsa Allah deyərlər,
Fatma xanım çıxıb indi ev istəyir. Hər ev bilirsən nə Samir yaxşıdır. müəllim. Yəni özün çıxırsan, özün gəlirsən, bina evi başqadır, bir ağacın alırsan. Allah qoysa ağda. Efirdə bu zarafatı yana dedilər, axı Namiq müəllim Fatma xanıma villa deyir. Namiq müəllim də gəldi çəkmişdə. Bu bağı belə saxlamayın, belə. İnanın o kommentə yazılır. Bəxtəvərlər. Hələ yazırlar. Vay. Görək, bunlar nətər evdə yaşayır, amma mənim evim yoxdur. Dedim, Allah sənə də qismət eləsin. Mən də ona yazdım. Əmin olmayan. Namik söz verir. Demişəm ona xoşuma gəlmir. Fatma xanım, doğrudan maddi sıxıntılar nə oldu? Adam xəstələnəndə biraz əli Allah qara mənim düşür. xoşum gəlmir elə şeyləri danışmaq. Olmadı? Oldusa da, olmazsa da Allahıma min şükür. Min şükür. Allahımın böyüklüyünə şükür. Məni sevən yaxşı insanların canı sağ olsun. Mən darda qoymadım. Anamın darda, Allah anamı darda qoymadı. Allah birinci elə Allah. insanların əli ilə mənə kömək elədi. Bəli, Sağ olsun. yaxşı dostlar, Allah canları sağ Bəli. olsun. İkinci də Allah o Hamısı. öndərə qəri Amin. rəhmət eləsin. Nə yaxşı o prezident təqaüdün bizim kimi sənətkarlara ayırıbdır. Nə yaxşı mənim o təqaüdüm var. Nə yaxşı iş yerim var. Bəli, bəli. Vəssalam. Allah ona rəhmət eləsin. Çünki bu elə bir xəstəlikdir ki, bunu yığışdırmaq, buna pul çatdırmaq çox çətin məsələdir. Həqiqətən çətin məsələdir. Buna da şükür. Şükür eləyirəm. Şükür. Ümumiyyətlə, Allah Əsas heç bir kimi, avdama gedək. Gedəcək Allah heç Allah'ın kimi izniyle. xəstələndirməsin. Əsas Allah heç kimi xəstələndirməsin, heç kimi. Amma Elə sağ-salamat yaşayaq Samir müəllim. Fatma Əlimiz, xanım çox tez ayağımız. toparlandı bu arada. Bəli, bəli. Özün əl alan qadındır o. Hə? Özün ələ alan qadındır. Yəni xəstəlik də olsa, o adam var ki, xəstə, oy, amma o elə. Xoşu Mənim gəlmir anam, buna yox, yatmaqdan. mənim anam elə deyil. Yox, mən Mən anam daima işli olub, aktiv adam olub. Yəni o xəstəliyə Bəli, güc gələn, sinə gələn, bəli. Olub xəstəlik toparlanır. Adam da var xəstələnən deyir, qoy biraz yatım. Biraz da müalicə alım. Daha da şeyi gətirir üstünə, ağırlığı gətirir. Negativliyi. Toparlana gələ bilmir. Allah'ın da olsun. Allah rəhmət eləsin. Ulu Öndərin plakatını gördüm. Bəli, bəli, düz deyil. Dedim, mən olsa hər gün deyirəm, Allah ona qəni-qəni rəhmət Amin. eləsin. Amin. Amin. Allah onun yerində qoyub getdiyi Ali Baş Komandanımızı Cənab İlham Əliyevin canını saxlasın. Amin. Amin. Allah onu qorusun, onun babalarını, o qəşəng nəvələrini qorusun. Amin. 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 Valla, mən baxdıqca fəxr eləyirəm ki, ya Rəbbi, mənim nə gözəl dövlət başçım var, nə gözəl prezidentim var. Görsən bugünkü gündə Və dinç, firavan, heç kimə gözəl bir möhtac ölkəmiz deyilsən. var. Allaha Prezident çox şükür. mükafat alırsan. Allah ona can sağlığı. Öz əlində, öz başında inşallah bu bayaq özün dedin, o Dolanıram. balaca sınaqdır. Mən yox, mənim kimi bir çox sənətkarlar var ki, o təqaüdü alır və inanın, bax, efirdən deyirəm, hamısı da ona deyir, Allah sənə rəhmət eləsin. Qəbrin nurla da olsun. Amin. Bəli, belə bir insan gəlməyib, gəlməyəcək də. Bəli. Soyun kökün ulu türk, sən zəfərlər oğlusan, sən rəhbər doğulmusan. Çünki rəhbər oğlusan, ata Heydər oğlusan, ata Heydər Və oğlusan. ən əsası Samir müəllim. Təşəkkür edirəm. Möhtərəm cənab prezidentimizin sayəsində Qarabağ işğaldan azad olundu. Bəli. Və o insanların efirdə baxıram, köç edib gedirlər yəni Qarabağa. İnşallah siz də gedərsiniz. İnşallah. Və onların sevincinə baxanda o çox fərəhlənirəm, qürurlanıram və prezidentimizə yenə də təşəkkür edirəm. Allah onu qorusun. İnşallah Ağdam teatrı da elə Ağdamın özündə fəaliyyətə başlasın. O köçkünçülük orada, burada onunla da bir iş olmur da. İnşallah ki teatr yenə də pərdələrini şəhərin özündən tezliklə olacaq. Yəni artıq bu elə bir arzudur ki, reallaşa gedir bütün arzularımız. Fatma xanıma da Allah qismət eləsin. Təbii ki, Fatma xanım başqa bizim akademik teatrda çalışır. Orada da gedib yenə də Ağdam teatrda nə qədər işləmirsən? Ən az bir tamaşa oynasın. Orada nə qədər işləmirsən? 30 ildir burada işləyirəm. 30 il, Yəni elə gəncliyindən Ağdamda işləyir. 27 Samir müəllim. il. Gəncliyindən Ağdamda. Vay vay. Beşiyə Tabii. o zada düşmürdü. Yəni
nə deyirlər, tab elə. Düşmürdü. Yox. Ya, amma elədilər də indi o vaxtı qız xeyli az gedirdi səhriyə. Kömək elədilər, mən işlata düşdüm. Düzdür, cinayət idi, amma elədi. O vaxtlar. Çünki anam pulsuz buraxmırdı məni. Deyirdi, maaş verməsələr buraxmıram səni. Ona görə də orada mən işlata saldım. Maaş verməsələr buraxmıram səni? Belə olmaq lazımdır. Maaş. Ümid nə olur olsun, maaş gəlməlidir. Bəli. Düz eləyib. Sənin kimi adam niyə maaşsız işləməlidir? Xeyir olsun. Nigar, gəl səndən yenə bir nəğmə təqdim edək, Əlsəm. Görək qurban sırada hansı nəğməmiz təqdim edəcək? Telefonun başındayım, geç kalma ara kız. Asmer kız, kara kız, gözleri bela kız. Telefonun başındayım, geç kalma ara kız. Le 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 canım, Asmer senin güzel ismin. Le 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 canım, Asmer senin güzel ismin. Olursa o kız olsun, le 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 canım. Asmerler havardası, Asmer sen güzelsin. Olursa o kız olsun, le 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 canım. Asmerler havardası, Asmer sen güzelsin. Gelme biye küsümsüye, gelme biye küsümsüye. Bir öpücük vermedin, vallahi oylandım siye. Bir öpücük vermedin, billahi oylandım siye. Dilo 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 yaylalar.
Zeyno, Zeyno, Mardinli Zeyno, Zeyno, nişan yüzüğün yaptırdın Antepli Zeyno. Urfalı Zeyno, Zeyno, Mardinli Zeyno, Zeyno, nişan yüzüğün yaptırdın Antepli Zeyno. Teşekkürler. Deyirəm bu cür oxuyur. Valla belə biçimləsin deyəcəm. Can. Mən düzün danışanda da kiminsə xoşuna gəlir, kiminsə xoşuna gəlir. Başa dönüm. Bu cür gedirik, indi biz məclislərdə olan adamlarıq da, toylarda, nişanlarda. Valla elə adamlar gəlir oxumağa ki, adamın əti tökülür. Nə səs var, nə sənət var, nə ümumiyyətcə oxumaq var. Hə, yox, Allah şahidsən də qurban. Dünən çıxır, düyün deyir ki, mən sənətkaram. Mən sənətkaram, sənətkarlara belə-belə dil uzadırlar. Bu cür oxuyanları gətirir, ailə məclisləri bizdə. Sonra deyir Samir, mən tez o, vaxtım yox, tez o, mən sağda baxır. Mən getməliyim. Valla, bu cür oxuyanları gətirir ailə məclisləri bizə. Toylarımıza, xınalarımıza, nişanlarımıza, bu cür abırlı, ismətli, səsi də, sənəti də ki, göz qabağındadır. Çox sağ olun. Mən heç nə demirəm ki. Valla elə adamları gətir, adam gülməkdən ölür. Gedirsən toya, baxırsan, bilmir, oxuya bilmir. Götürüb gəlmişsiniz ki, bu toy oxuyacaq. Xəbəri yoxdur ümumiyyətcə, oxumaq nə olan şeydir. Nə bilim. Tamam, çox sağ olun. Mən deyirəm efirdə, yenə də... Dün o Mehriban bizim aparıcımız yaxşı deyir, kimin ağzı var, TikTokda da düşüb kəşfətə deyir, kimin ağzı var, oxuyur. Həqiqətən, kimin ağzı var, əməllicə oxuyurdu, nətər yemək yersə, oxumağı da elə eləmişsiniz. Amma belə insanlar var axı, əsl sənət üçün, sənətkarın yanında tərbiyə almış, o cür akademik teatrın səhnəsində canlı orkestrlə oxuyan, Elə dünən də tamaşamız canlı idi. orkestri, o orasın-burasın oynadan müğənlər var, onları çıxardın səhnəyə, deyin ki, bu orkestrlə bircə bənd xalq mahnısı oxuyur. Bircə bəndi, çox demirəm. Görəcək, kökə düşə biləcək, nota düşə biləcək də. Orkestrlə, bəli, orkestr. Biz, Orkestrlə. Samir müəllim, bizim teatrda Bəxtiyar filmi hər kəs görüb. Onda partiyalar var da Bəli, içində. Bəxtiyar filminin tamaşasını biz hazırlamışıq. Bizim baş rejissorumuz Cavid müəllim quruluşunda. Yəni orada ki, qalam... Sən kim oynayırsan orada? Mən Zəhranı. Zəhranı Arıqı. Qəbirdə. Zəhra gəl bir. O birsin kim O birsin də oynayır, həm Mama da oynayır, Ülviyə xanım da oynayır və Telli xanım da oynayır. Telli bizdə iştirak edir. Yəni orada orkestrla elə partiyalar var ki, çox çətin partiya. Məsələn, orada ariyalar var, vokal. Onu oxumağa səs lazımdır. Mikrofonsuz oxuyurlar da, yəni tamaşaçılarımız Bəli, mikrofonsuz. bilənlər bilir, bilməyənlər də bilsinlər. Orkestrlə O mikrofonsuz. elə bir dirijorla, bir damcı onu səhv oxusan, yəni olmaz, gərək hamısını xarici oxumaq olmaz orada. Yəni hamısı dəqiq olmalıdır. Bax, belə insanlarla, belə insan... Toydu bizim evimizdə Gülcan. Oğlun əmət toy eləyi gül badam. Vay. Yox canım, babam evlənir Gülcübadam. Babam evlənir. Babam evlənir 90 yaşında. 90 yaşında. Oğludan evlənir. Canım üçün evlənir. Gəlin də oynayaq. Gəlin həm oxuyaq. Çalıb həm oxuyaq, gəlin də oynayaq, çalıb. Qəbirdə. Hayf ki, musiqi yoxdur. Deyir qəbirdə. Maşallah. Kifayət. Həsən, sən bir yaxından tanıyaq. Bildiyi Fatma xanımın qohumusan, dayısı nəvəzisən. Neçə yaşın var? 30 yaşım var. 30 yaşın var. Ailəlisən. Bəli. 3 övladım var. 3 övladın var. Neçə yaşında evlənmirsən? Emil, baxın, 3 övladı var, elə subay qalmışsın sən. 20 yaşında ailə həyatı qurmuşam. Başına Allah. Neçə? 20 yaşında. 9 yaşında böyük oğlum var. Başvalladıblar yoxsa? Elə başına Allah'dır. Yox, qəşəng. Yaxşı insan, yoldaşı yaxşı. Siz tərəfdə çox tez ailə qurur. Niyə gənclərimiz bilmirəm. Ümumiyyətlə, Borçalıda... Samir bəy, üzrəm sözünüzü kəsirəm. Mən Gürcistan deyiləm, mən Ağdamlıyam. Mən Fatma xanımın yerisiyəm. Bilirəm, amma bir tərəfində... Ana tərəf.
Yəqin ana tərəfə çəkmişsən o məsələdə. Çox qabiliyyətli Çox anası maraqlıdır. var. 19 yaşında, 18 yaşında. 16 yaşımda artıq nişanlıydım mən. Neçə? 16 yaşımda artıq nişanlıydım. 16 yaşında nişanlı. 20-də də evlənmirsən. Yaşımda alihəti qurmuşam. Gecikmirsən hələ. Peşman da deyiləm Samir bəy, çox xoşbəxtəm. Oğlunun neçə yaşı var? Böyük oğlumun 9 yaşı var. Balaca, ortancıl oğlumun 6 yaşı var. Ən Bir son baxsan, beşiyi də sən bir hələ ay. orta məktəbdə oxuyur. 3 dənə oğlum var. 3 dənə oğlum var, 3 dənə əskər yetişdirirəm. Ay, Vətən üçün maşallah. əskər Yerdə yetişdirirəm. təzə. Görürsən Lamiyə? Tez ailə quran. Ha var, indi yoxdur. Bəx də danışıram uşaqlara. Deyirəm, Allah evlad olmaqla deyil, gərək İnsanı insan. övlad da xeyirli övlad olsun valideyn üçün. Valideynin O da bilmir axı, nə bilək. Bilmirik axı, nə bilək. kəsilməmiş qarpızdır. Evlad böyüyür, evlad var ki, aparır ananı atır qocalar evinə. Atanı atır qocalar evinə. Özü üçün Heç ona da yaşayır. aparıb atmır. Belə küçülərə atır özlərini. Yox, məsələn deyirəm, Dövlətimiz nə sağ elə bir şey olsun. atır. Deyirəm Yığıb Mələkə, sən yığışdırıb bilirsən aparır də, orada himayəsinə bu götürür. Mələkə yaxşı bilir ki, neçə vaxt buraları mən yığıb yığışdırıram. Bu Samirin ortağı. Adana evdə imkan vermədik o xəkəndazı süpürgöyü mən yığışdırım buranı. Mənim yerimə bura aparıcını köməkçisi keçmək. Yönü vəzifən var. Heç yaxşı vəzifəsə deməz eləm, sən gəl burada işdə. Hansı tamaşadandı bu? Hərən Öz Hərən Öz Ulduzu. Hə, və oynamışdım burada. İndi yaxşı. Sən gəlin mənim yerimə keçsən, o da şirin keçək məni işdən çıxardacaq. Yaxşı, bu Samir məni buradan qovalasa, Aha. çay çörəyi kim verəcək? Özü. Səni də qovacaq. Ha, yo, yaxşı. Yaxşı, məni qovsa onda mən həsini, hüsünü, tösünü, mosunu, Həsini, bosunu, məsini. tozunu, mozunu, Xurma, nəfəs al, nəfəs al. Mısığı, pısığı, şah dəstəri, gül dəstəri, pərnisəni, nəylə Gülnisə qaldı. Tozunu, mozunu, Tozum, mozum, məsif, məsif, sıx, mısıq. Uşaqlar çoxdur. Xurma, nə tər çatdırırsan o uşaqların adı? Ağlama gedirik ki, mahnı hazırlam. Hə, hazırlayarıq. Deyir, əgər oxuyub onu Əlimizdə deyil. Dünya TV-də mənə göstərdiniz, göstərə bildiniz. Xurma, dünya TV-yə dünya baxır. Sizi işdə saxlayacağım. Yox, göstərə bilmədiniz. Kimliyində nasıl olmayaraq, mazəyi sazmırsa ki, onları yerində saxla. Düz deyir, Samir müəllim düz deyir. Bax, Fatma xanımın Amma bizi yaşadan bu qovur. şeydə. Deyirəm, Belə bəlkə şeylərdir. durub bir dənə sən gümrah bir mahnı oxuyasan. Oxudum. Hə, o bu dəqiqə oxuyacaq elə qurban da onu deyir. Qurban indi olur mu ifamız? Reklamlar var. Deyirəm, elə bu oxusun, mənim səsim yerindədir. Nigar, rejissorumuz deyir ki, bir mahnı üçün vaxt etibarilə hansı mahnını oxumaq istəyir? Padişah da var, o digər mahnında. Hansını oxumaq istəyirsən? Vəfan olsun. Vəfan olsun. Vəfan olsun. Bəli, o Tamam. Xanım İsmail qızı sözlərimiz biz Xanım İsmail qızı. Neçə il bundan öncə o mahnını Nigar'a padarka veribdi. Təmənnasız. Təmənnasız. Allah onun canı sağ eləsin, hə. Tamam. Onda belə eləyirik, əziz tamaşaçılarımız. İfanı təqdim edəcəyik, ardınca şifahi məlumatımız olacaq. Ancaq mən yenə də vurğulamaq istəyirəm. İş axtarırsınızsa, işiniz yoxdursa, işsizəm deyirsinizsə, Aqromal Özbəkistan məhsulları, daha doğrusu Aqromal şirkəti sizi işə qəbul eləyir. Buxaltır axtarırlar, kassada işləmək üçün xanımlar, bəylər axtarırlar, satıcılar axtarırlar. Neçə yaşına qədər götürürlər. Vallahi yaxşı bilmirəm. Sürücülər axtarırlar, əsas sürücülər. Avtomobili olan da olar, olmayan da olar. Heç bir problem yoxdur. Yəni yanacaqdır filan da onu şirkət özü qarşılayır. İşləmək istəyirsinizsə elə bu dəqiqə zəng vurun. Aşağıdakı nömrəyə əlaqə saxlayın. İnşallah hamımızı bol Amin. eləsin. Nigar, buyur. Səndən ifanı təqdim eləyək ki, Söz ardınca almışıq şifahi xanım, məlumat. xanım İsmail qızı.
gecəsinə mən səni qısqanıram, sevirəm deyən səsinə. Buna buna baxma, yandırıb yaxma, dünyamı yıxma, vəfalı ol. Buna baxma, yandırıb yaxma, dünyamı yıxma, vəfalı ol. Gözəl gələr, bilirəm bu cahana. Kim axı belə sevər, qəsd edər öz canına. Mən səni qısqanıram, dünyanın gecəsinə. Mən səni qısqanıram, sevirəm deyən səsinə. Buna baxma, yandırıb yaxma, dünyamı yıxma, vəfalı ol. Buna baxma, yandırıb yaxma, dünyamı yıxma, vəfalı ol. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Hərzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Hə, tamam.
Fatma xanım, təşəkkür edirəm sizə. Bugün gəldiniz mənim evimə. Sizə minnətdarlığımı bildirirəm. Əziz tamaşaçılarımız da elə qoy, belə deyim də, xəbərdar olsunlar, bilsinlər ki, bizim sənətkarımız maşallah olsun. Gündən günə yaxşılaşır, gündən günə... Cavanlaşır. Mən elə, bax, inanın səmimiyyətimə. Mən Fatma xanımdan heç hiss eləmədim ki, bu adam nasazdır. Və belə olmaq lazımdır, güclü olmaq lazımdır. Mənlə güclü. Çünki istəmir balalarının boynu bükük olsun. Qalib gəlmək istəyir. Adam bir düşürə bir də görsən, bir şey axtarsan ki, oradan çıxarsan, canını qutarasan. Bax, Fatma xanım da bu dəqiqə onu hiss elədim ki, bax, oradan artıq canını qutarıb. Onu da əlbəttə ki, uca yaradanımız eləyir. Allah sizi həm meşə babelə var eləsin, həmişə gəlin, gedin və təsəvvür edin ki, biz göz dəyməsin. Bizim bu evimiz 3-cü mərtəbədə yerləşir, hal-hazırdakı bu çəkiliş. Uşaqlar mənə dedilər ki, əməkdaşlarımız, Fatma xanım necə çıxacaq buranı? Dedim, o Fatma xanımdırsa, o 5-ci mərtəbəyə də çıxacaq. Deyir, axı mən gündən günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan, aşinadan necə əl çəkim? Bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda sümbüllər, çiçəkli bağlar. Mən bu tamaşadan necə əl çəkim? Heç vaxt əl çəkməyin. Nigar, təşəkkür edirəm sənə. Çox sağ olun, biz də... Sənə təşəkkür edirəm. Çox sağ olun, biz də Dünya TV-yə təşəkkürümüzü bildiririk rəhbərlik başda olmaqla. Çox sağ olun. Sağ olun, var olun, kameramanlarımız. Əziyyət çəkibsiniz, sağ olun. Kimə? Ramiz müəllimə, Fatma xanım təşəkkür edirəm. Ramiz müəllimimizin... Xanıma təşəkkür edirik o əziyyət. Eləcə də Aybəniz xanıma, Ramiz müəllimə dərin təşəkkürümüzü bildirək. Hamınız. Və bizim kimi sənətkarları, sənətkar demək olarsa, mənim xoşum gəlmir o sənətkar sözündən. Sizə qiyməti bizim dövlət başçımız verib. Bəli, bizə hörmət edirlər, bizə diqqət göstərirlər. Yəni, Ramiz müəllimdən danışıram. Bəli. Ki, yəni bizi yaddan çıxmağa qoymurlar. Sumqayıt əhlinə, dünya Azərbaycanlılarına. Çox sağ olun. Fatma xanım ölmüyor. Fatma xanım... Sizi istəməyənlər ölsün. Belə həqiqətən sizi istəməyənlər ölsün. Çox sağ olun, səsdə əyləşənlərə də. Sizin kimi sənətkarımıza. Əziz tamaşaçılarımız, reklam blokumuza ayrılırıq. Hal-hazırda reklamlar da efirimizdə və reklamlardan sonra təəssüf edirəm. Qonaqlarımız burada olmayacaqlar. Biz də fürsətdən istifadə edək. Reklam arası qəşəng xatirə şəkilləri, TikTok, Instagram üçün maraqlı bir videolar hazırlayaq. İnşallah. Siz reklamları izləyin. Çox sağ olun. Allah sizləri qorusun. Var olun. Belə, əziz tamaşaçılarımız, dəyərli sənətkarımız, xalq artistimiz, prezident mükafatçımız Fatma Mahmudova bugün evimdə qonaq oldu. Həmişə eviniz, eşiyiniz qonaqlı, qaralı olsun. Ruziniz, bərəkətiniz həmişə süfrənizdə açıq olsun. Heç vaxt neyniyim, necə eləyim deməyəsiniz. Bax, bu arzu ilə, bu istəklə sizdən bugün də beləcə ayrılıram. Sabahları eyni saatda, eyni vaxtda görüşmək ümidi ilə. Allah qorusun hər gün. Sağ olun, sağ olun.